Bir daha axşamınız xeyir olsun deyirəm. Mən bu günləri həqiqətən çox sevindim ki, başımızın tacı olan, haqqı boynumuzda olan, bu gün oğlum vətən uğrunda qurban verib bu azadlığı bizlərə hədiyyə edən 6 il yeni Azərbaycan tarix yaşayır bu gün şəhid ataların sayəsində. Oğulların qurban verdi. Əlbəttə bu günləri yenə bir olarıqsa, bir xəstənin bir imkansın, belə deyək, dəstək olmağa bir olarıqsa hər zaman yanında olarıq. Bax, bu gün o xəstələrdən biri Rafi qardaşımız da Allah canı sağ eləsin. Gənc olmağına baxmayaraq bu gün həqiqətən çox insanlar tərəfindən sevilir və bu gün də sevilə-sevilə pullar yığılır, dəstək olunur. Bu günləri 1000 manat yığıldı yenə. Tez saatına baxanda tez saatda 1000 manat yığıldı. Nüsrət əmimizə də təşəkkür edirik, var olsun deyirik ki, bu gün Allaha xatir sağ olsunlar. Hələ 1 manat, 5 manat, 10 manat ataraq bu gün sabaha qalan məbləği sizə izah edirəm, məlumatınız olsun. 20 mindən qaldı 7975 manat. İnşallah sabahda inanıram ondan böyük bir məbləğ yığılar. Nüsrət əmi, sən də istərdim ki, bir iki kəlmə deyəsən, buyur. Buradan hər kəs salamlayıram. Hər kəs belə deyək, Allah cəmaatımızdan, millətimizdən, elimizdən, obamızdan razı olsun. Allah ciblərinə bərəkət versin. Dəstək oldular Rafiq balamıza. Sağ olsunlar. Necə deyim, valla bir olarıqsa biz belə hər kəsə kömək olmaq, o necə deyim, Allah'a da yanında savab qazanmış olarıq. Bugünkü gündə, Məhərrəmlik günündə Allah hər kəsin kömək olsun. Mən çox danışa bilmirəm. Ona görə də gərək bağışlayalar məni. Ona görə ki, çox danışamam, məni tez, belə deyim sənə, boğuluram, qəhər tutur, mənə ağlamaq tutur. Allah köməkləri olsun cəmaatımızın. Var olasın. Təşəkkür edirəm. Minnətdaram, qarşılarında baş əyirəm ki, sağ olsunlar. Məsələn, bu günləri məni gördülər burada, sağ olsunlar, razıyam onlardan ki, pul atdılar cavanımıza görə. Allah heç bir ata-anaya cavanları görgəzməsin inşallah. Allah ömür versin, sağ olun. O gün olsun balalarınızın xeyir işində inşallah iştirak edək bizdə. Sağ olun, öpürəm sizi. Şuşu buyur. Mən də hamıya təşəkkür edirəm, polis əməkdaşlarına da təşəkkür edirəm. Bu günləri yol patrol xidməti mənə dəstək oldu, sağ olsunlar. Allah mənə dəstək olan herkese Allah min əvəzini versin. Amin inşallah. Bax, Elvin qardaşımız da səs atıb kömək oldular. Araz qardaşımız köməkli elədi. Hamısına minnətdaram. Allah onlara uzun ömür, can sağlığı versin. Allah onları dostluqdan, qardaşlıqdan əsir eləməsin.